Hoş gördük sizləri əziz şagirdlər. Bu gün sizlərlə kvadrat köklər mövzusundan blok və buraxılış tipli sualların izahına baxacağıq. Başlayaq birinci sualdan. 14 üstəgələk 3 kök altda 3. Uşaqlar, bu tip misalları biz əsasən müxtəsər vurma düsturu halına gətirirdik. Yəni A üstəgələk B-nin kvadratı şəklinə. Amma buradan görürük ki, o misalları A üstəgələk B-nin kvadratı şəklinə gətirirdik ki, kökün yanında 2 olsun. Çünki orada düsturda 2AB var axı. Bunu nə edərik? Biz kök altda 14 üstəgəl 3 kök altda 3 çıxaq kök altda 14 çıxaq 3 kök altda 3-ə bir T deyərik, əvəzləmə edərik və hər tərəfi kvadrata yüksəldərik. O zaman müxtəsər vurma düsturundan birincinin kvadratı, yəni 14 üstəgəl 3 kök altda 3 çıxaq birinci ilə ikincinin hasilinin 2 misli 14 üstəgəl 3 kök altda 3 14 çıxaq 3 kök altda 3-ə vurduqda biz müxtəsər vurma düsturu alırıq. A kvadratı çıxaq B kvadratı. Yəni 14-ün kvadratı 196 çıxaq 3 kök altda 3-ün kvadratı 27. Üstəgəl B kvadratı 14 çıxaq 3 kök altda 3 bərabərdir T kvadratına. 3 kök altda 3-lər ixtisar gedər. 14-ün üstünə 14 28 çıxaq 2 kök altda 196-dan 27 çıxarıq 169-a bərabərdir T kvadratı. 28 çıxaq 169-dan 13 çıxır, 2-yə vurulur 26 bərabər T kvadratı. T kvadratı bərabərdir 2-yə, T də bərabərdir kök altda mənfi müsbət 2. Cavabımız E variantı. Baxaq ikinci suala. İfadəsini vuruqlara ayırın. Bu tip misallarda 3 kök altda x, y-ə əsasən biz parçalayardıq. Amma ən səmərəli üsul çarpaz üsuldur. Bu nədir? Nəyə vuranda? Gəlin əziz şagirdlər, birinci misalları köçürdək. Aha. Nəyə vuranda x edir? 2 kök altda x-i kök altda x-ə vurduqda. Bəs nəyə vuranda 2y edər? Y2 kök altda y2 2 kök altda y-ə vurduqda. Amma çarpaz vurub topladıqda mənfi kök altda mənfi 3 kök altda x, y almalıyıq. Görürük ki, alınmır. O zaman biz qarşılarına mənfi ataq. Alınacaqmı? Bəli, alınacaq. O zaman olur bu şəkildə. Kök altda x çıxaq kök altda y. Kök altda x çıxaq 2 kök altda y. Cavabımız B variantı. Baxaq üçüncü misala. Bu tip misallarda uşaqlar çarpazda vura bilərik biz bunu tənasüb şəklində. Amma ən gözəl üsulu sürət sürətə bərabərdir. Yəni A-ya 1 deyərik, məxrəcdə məxrəcə, yəni B-yə də 4 deyib bu misalımızda yerinə yazarıq. O zaman olacaq necə? Kök altda A üstəgələk 2B, A-nın üstünə 1 üstəgəl 2B, 2 dəfə 4-ün 8 çıxaq. Kök altda B çıxaq 3A. B-miz neçə idi? 4 çıxaq 3 dəfə 1-in 3. Aşağıda da eyni ilə yerinə yazsaq, olacaq 4 üstəgələk 12 üstəgəl kök altda 13A. Yəni 13 çıxaq B-yə 4-ə bərabərdir. 1-in üstünə 8 gələrik 9. Oradan 3 çıxır. Çıxaq 4-dən 3 1. Buradan da 1. 12-nin üstünə 4. 16. 16-dan 4 çıxar. Üstəgəl 13-dən 4 çıxarıq. 9. 9-dan isə 3 çıxır. Bərabərdir 7-də 2-yə. Yəni C variantı. Baxaq dördüncü suala. İfadəsinin mümkün həqiqi qiymətini tapın. 2x çıxaq 6, 12 çıxaq 4x. Əziz şagirdlər, ilk öncə bunların təyin oblastını tapaq. Yəni 2x çıxaq 6 böyük bərabər 0 olmalıdır. Cüt dərəcədən kök 0-dan böyük bərabər olmalıdır. X böyük bərabərdir 3. Eyni ilə 12 çıxaq 4x böyük bərabərdir 0. X kiçik bərabərdir 3-dən. 3-dən böyük bərabər 3-dən kiçik. Ortaq kəsişməsi nə olacaq? 3. X-in yerinə aparıb 3 yazsaq, bu kəsirdə alınacaq cavabımız 18. 5-ci suala baxaq. 3 çıxaq 2. 3-dən təqribən 1,4 götürək. 7 üstəgələk 1. 7-dən də kök təqribən olsun 2,4. Aha. O zaman uşaqlar
1,4-dən 2 çıxsaq təqribən mənfi 0,6. 2,4-ün üstünə 1 gəlsək 3,4. 3,4 və mənfi 0,6 aralığında neçə tam ədədi var? 4. Niyə? Çünki 3 vahid sağa, bir dənə də sıfırımız var da solda. 4 tam ədəd. Cavabımız E variantı. Baxaq 6-cı suala. İfadəsinin qiymətini tapın. İlk öncə biz kəsri çıxaq. Ortaq məxrəci nə eləyəcək bunlara? 4 çıxaq kök altda x. 4 üstə gələk kök altda x. Məxrəcə bölüb sürətə vursaq, 4 çıxaq kök altda x-ə böləndə qalır 4 üstə gələ kök altda x. 4 üstə gələ kök altda x-ə də vuranda eləyəcək 4 üstə gəl kök altda x-in kvadratı. Çıxaq. Eni ilə böləndə qalacaq məxrəcə 4 çıxaq kök altda x, vuranda 4 çıxaq kök altda x-in kvadratı. Bərabərdir. Yuxarını a kvadratı çıxaq b kvadratı ilə sadələşdirsək, a çıxaq b, a üstə gələk b edir. Yəni 4 üstə gələk kök altda x-dən bir dəfə çıxırıq 4 üstə gələk kök altda x-i, bir dəfə də üstünə gəlirik. 4 üstə gələk kök altda x-in üstə gəl 4 çıxaq kök altda x. Məxrəc hələ ki olduğu kimi qalsın. Bərabərdir. Deməli, əziz şagirdlər, yuxarıda sadələşdirsək 4-lər getdi. Kök altda x-in üstünə kök altda x gələndə 2 kök altda x. Burada da kök altda x-lər gedir. 4-ün üstünə 4 gələndə 8 vuraq 8-ə. Bərabərdir. Eləyəcək 2 dəfə 8-in 16 kök altda x. Aşağını da məxrəci də sadələşdirsək a kvadratı çıxaq b kvadrat eləyəcək. Yəni 16 çıxaq x-ə. Nə edə bilərik? Uşaqlar, buradan görərik ki, birinci bizim ifadəmizdə nə etmişdik? 8 kök altda x bərabərdirmi 16 çıxaq x-ə? O zaman nə edəcəyik? 16 çıxaq x-in yerinə 8 kök altda x yazacağıq. 16 kök altda x bölək 8 kök altda x-ə. Kök altda x-lər gedər, 16-nı 8-ə böldükdə cavabımız 2. Baxaq 7-ci suala. P kiçikdir 0 olarsa ifadəsini sadələşdirin. Uşaqlar, 4 ilə kök gedir, qalır nə? P-nin kvadratı. Eni ilə kvadratla kök gedir, ancaq çölə mənfi P çıxacaq. Niyə? Çünki P mənfi ədəddir. Qabağına da bir dənə mənfi atırıq ki, 2 mənfi müsbət çıxsın. Sual yarana bilər ki, bəs birincidə niyə qabağına mənfi atmadıq, P-nin kvadratı yazdıq? Zaten P-nin kvadratı müsbət ədəddir. Qabağına niyə mənfi ataq ki? Bölək P çıxaq 1-ə bərabərdir. Yuxarıdan P-ni çıxardarıq ortaya xaricinə. Olacaq P çıxaq 1 bölək P çıxaq 1. P çıxaq 1-ə ixtisar gedir. Cavabımız P. Baxaq sonuncu sual, 8-ci suala. Uşaqlar, bunun 2 üsulu var. Birinci üsul elə kök altına salmaq üsuludur. Necə? Kök altda 4-cü dərəcədən m-i kökün altına salsaq m kvadratı, m kvadratı m-ə vurulacaq, eləyəcək m üstü 3. Vuraq 3-cü dərəcədən m bərabərdir. Dərəcə köklər üst-üstə veriləndə neyinirdi? Vurulurdu. Olacaq kök altda 8-ci dərəcədən m üstü 3. Vuraq kök altda 3-cü dərəcədən m-ə bərabərdir. Bunu kəsr şəklində yazsaq, üstü qüvvə şəklində m üstü 8-də 3, vuraq m üstü 3-də 1. 8-də 3-ün üstünə 3-də 1 gəldikdə, eləyəcək m üstü 24-də 17. Əsaslar eyni olduqda üstlər toplanılır. İkinci üsul nədir uşaqlar? İkinci üsulu isə bir-bir açıb yazarıq. Necə yəni? Kök altda 4-cü dərəcədən m-ə açsaq biz m üstü qüvvə şəklində 4-də 1 yazarıq. Vuraq. İkinci, baxırıq ki, uşaqlar 2 dənə kök var. Biri 4-dür, biri 2-dir. 4 dəfə 2-ni 8-ci dərəcə eləyəcəkmi? O zaman m üstü 8-də 1 yazarıq. Vuraq. M üstü 3-də 1. Əsaslar eyni olduqda üstlər toplanır. Yəni 4-də 1 üstə gəl, 8-də 1 üstə gəl, 3-də 1. Bu da eləyəcək m üstü 24-də 17. Bu qədər əziz şagirdlər. Ümidvaram ki, başa düşmüsünüz. Bir sualınız yaranarsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun.